Salam uşaqlar, şahmat dərslərimizin növbəti videosuna xoş gəldiniz. Bugün 3-cü mövzumuzu öyrənəcəyik. 3-cü mövzumuz fiqurların gücü, hücum və müdafiə, daş dəyişdirmə haqqında olacaq. Gəlin başlayaq. Deməli, fiqurların gücü deyəndə nə nəzərdə tutulur? Təbii ki, şahmat oyununda hər bir fiqurun özünə xas dəyəri var və bu dəyərlər fiqurların hərəkətinə görə, hərəkət qabiliyyətinə görə verilir və bu dəyərləri əgər biz bilməsək, oyun vaxtı yanlış daş dəyişdirmə gedişləri edə bilərik. Bu da nəticədə oyunu uduzmağa gətirib çıxarda bilər. Hansı fiqurun güclü olduğunu, hansı fiqurun zəif olduğunu bilmək mütləqdir və dəyərlərinə görə bilmək yenə mütləqdir. Gəlin başlayaq sırayla. Şahmat oyununun ən güclü fiquru vəzirdir. Vəzirin 9 xal gücü var və təbii ki, bu güclər bir piyada gücünə görə hesablanır. Çünki piyadanın 1 xal gücü var, yəni piyada elə 1 piyada gücündədir. Vəzir də 9 piyada gücündədir. Yəni bu formada deyilir. Ən güclü fiqur vəzirdir və şahmatda da elə ən çox xalı olan fiqur vəzirdir. 9 xal gücündədir. Top 5 xal gücündədir. Hərəkət qabiliyyətinə görə bilirdik ki, top həm şaquli, həm də üfüqi istiqamətdə düz xətt boyunca hərəkət eləyə bilir. Vəzir isə həm topun, həm də filin hərəkətlərinin eyni formasında hərəkət eləyir. Yəni həm şaquli, həm üfüqi, həm də çarpaz xəttlər boyunca hərəkət eləyə bilir. At və filə baxdığımızda atın 3 xal gücü var. Filin də yenə 3 xal gücü var. At fiqurların üzərindən keçə bilən fiqur idi və bu bir dənə atda ola bilirdi. Fil isə öz rəngində çarpaz hərəkət edə bilən fiqur idi. Lakin buna baxmayaraq, hər ikisinin 3 xalı var. Təbii ki, oyunda yaranan vəziyyətə görə fiqurların dəyərləri dəyişə bilir. Bunu artıq siz taxtanı vizual olaraq gördüyünüz zaman anlamalısınız. Şahın isə gücü sonsuzdur. Adətən belə qiymətləndirilir. Şahın gücü ya olmur, ya da sonsuz kimi deyilir. Amma biz sonsuz kimi bilək şahın gücünü və şah oyunun sonunda çox daha aktiv fiqura çevrilir və adətən oyun sonunda şahı 3 piyada gücünə bərabər eləyirlər. Baxın belə, fiqurların gücü bu formadaydı. Dediyim kimi, hər bir fiqurun gücünü mütləqdir ki, bilək, yoxsa oyunda fiqurları daş dəyişdirdiyimiz zaman biz yanlış daş dəyişdirmələr eləyə bilərik və bu da nəticədə oyunu uduzmağa gətirib çıxarda bilər. Və biz burada artıq nə öyrənmiş olduq? Məsəl üçün, əgər fiqur dəyişdiririksə və məcburi deyilsə, biz götürüb topla atı dəyişdirməməliyik. Çünki topun dəyəri atdan daha çoxdur. Və ya vəzirlə bir topu dəyişdirməməliyik. Vəzirin dəyəri topdan daha çoxdur. Eyni şəkildə, yəni dəyəri yüksək olan daşla dəyəri aşağı olan fiquru dəyişdirməyimiz düzgün deyil. Bunu bu formada yadda saxlayaq. Şahın gücünə bir ifadə də əlavə edeyim ki, şahın sonsuz olmasının və ya gücünün olmamasının, xalının, dəyərinin olmamasının əsas səbəbi şahı taxtada götürmək olmur. Şah bilirik ki, mat ola bilən fiqurdur. Ona görə bəzi kitablarda şahın dəyərinin olmadığını və bəzi kitablarda sonsuzla qiymətləndirildiyini vurğulayırlar. Deməli, indi keçək hücum anlayışına, hücumun nə olduğunu baxaq və taxtada hücumu görməyi bacaraq. Qarşımızda gördüyümüz bu vəziyyətdə şahları taxtaya qoymamışam. Bu, təbii ki, özümün düzəltdiyim bir fantaziya vəziyyətidir. Yəni, şahlar yoxdur və təbii ki, belə bir vəziyyət normal oyunda ola bilməz. Sadəcə nümunə məqsədi ilə düzəltmişəm. Ona görə
şahların olmamasına fikir verməyin. Deməli, bu sualda, bu vəziyyətdə, öncəliklə biz hücumun nə olduğunu anlayacağıq. Gediş sırası ağlarındır. Hücum şahmatda bir daşı və ya bir xananı istəmək, onu ələ keçirməyə çalışmaqdır. O xanaya və ya fiqura təhlükə yaratmaqdır. İndi bu vəziyyətdə bizdən soruşulan bu atın nəyə hücum etdiyidir. Biz bir öncəki dərsimizdə fiqurların necə hərəkət etdiyini öyrənmişdik və buna əsasən atın L hərfi kimi hərəkət etdiyini, yəni 2 düz, 1 sağa və ya sola, 1-2-1 qaydasını hətta demişdim sizə. Və atın necə hərəkət etdiyini biz öyrəndiyimizə görə bu atla hara, hansı daşı vura bilərik, hansı xanalara baxırıq, bizdən istənilən budur. Və atın hərəkətinə əsasən bizim vura biləcəyimiz hal-hazırda 2 mümkün fiqur var. Biri bu gördüyümüz atdır. Yəni atı işarələyirəm. Digəri də H4 xanasında dayanmış vəzirdir. Və yenə vəziri də işarələyirəm. Hal-hazırda F3 xanasındakı at bu 2 qara rəngli fiqura baxa bilir. Təbii ki, əgər daş vuracağıqsa, yəni fiqur vuracağıqsa, dəyərləndirmə aparmalıyıq. Tərəziyə qoyub. Təbii ki, tərəziyə dediyim, özünüz bunu illüziya etməyə çalışın taxtada oynayarkən. Yəni hansı fiquru vuracağınızın qiymətini özünüz beyninizdə hesablayın. Atın 3 xalı var idi, vəzirin 9 xalı var idi. Daha dəyərli fiquru almaq təbii ki, daha məntiqə uyğundur. Ona görə atla elə vəziri vurmaq daha doğrudur. Amma bu nümunələrdə sadəcə biz hücumu görməyə çalışacağıq. Hücumu necə olduğunu anlamağa çalışacağıq. Növbəti nümunələrdə necə hücum edəcəyimizi də görəcəyik. Keçək ikinci nümunəmizə. Deməli, ikinci nümunəmizdə gediş qaralarındır və qaraların sırasıdır. Hal-hazırda biz görürük ki, qaralar 2 dənə fiquru var taxtada. D7 xanasında atı var və Y6 xanasında fili var. Videonu dayandırıb düşünə bilərsiniz. Hansı fiqurla hansı fiquru və ya fiqurları vurmaq olur? Yəni videonu dayandırdığınızı düşünürəm. Və əgər cavabı tapdınızsa, elə cavabı göstərirəm. Təbii ki, Y6 xanasındakı filə diqqət etsək, çarpaz hərəkət eləyə bilirdi və çarpaz istiqamətinə əsasən B3 xanasındakı fili və H3 xanasındakı atı da vura bilirik. Təbii ki, hansı fiquru vurmalıyıq deyə sual verilsə əgər, burada fərqli bir dəyərə görə danışmayacağıq. Hər iki fiqurun 3 xalı var. Filin də 3 xalı var idi. Atın da 3 xalı var idi. Eyni dəyərdə fiqurlardır. Burada oyunun açıq vəziyyətdə olduğunu, hər hansı bir piyadanın olmadığını nəzərə alsaq, fili vurmağımız daha məntiqlidir. Çünki fil daha uzun, açıq vəziyyətdə daha uzun hərəkət eləyə bilən fiqurdur, daha güclü olur, elə olan da atdan, amma dəyəri dəyişmir təbii ki. Kağız üzərindədir o dəyər. Deməli, keçək növbəti nümunəmizə. Bu dəfə gediş yenə ağlarındır və ağlarla hansı fiquru vura bilirik? Taxtaya diqqətlə baxın. Videonu dayandırıb düşünə bilərsiniz. Düşündüyünüzü fərz edirəm və gedişin cavabını göstərirəm. Ağlarla biz C4 xanasındakı fili vura bilirik
Amma nə ilə vururuq? Təbii ki, C3 xanasındakı şahla və şahla filə hücum etmişdik və şahla o fili biz vura bilirik hal-hazırda. Digər fiqurların hər hansı bir daş vurmaq qabiliyyəti hal-hazırda yoxdur. Yəni önümüzdə daş yoxdur ki, fiqur yoxdur ki, onu vuraq. Növbəti nümunəmizdə isə yenə gediş sırası ağlarındır və yenə sizdən hansı fiqurla hansı fiquru vura bildiyimizi göstərməyinizi istəyirəm. Göstərdiyinizi fərz eləyirəm və burada ağlarla 2 fiqur hücum eləyə bilirdi. Birincisi F4 xanasındakı at idi. Y6 xanasındakı atı vura bilir. Yəni at zərbə altındadır. Digəri isə J4 xanasındakı vəzir idi. J7 xanasındakı filə hücum eləyir və eyni zamanda yenə Y6 xanasındakı ata hücum eləyir. Yəni bu formada biz təkcə bir fiqurun yox, bir neçə fiqurun da birdən çox hücum eləyə biləcəyini öyrənmiş olduq. Növbəti nümunəmiz. Gediş sırası burada bu dəfə qaralarındır və yenə sizdən soruşuram, qaralarla hansı fiquru götürə bilərik, hansı fiqura hücum eləyirik hal-hazırda? Və bəli, düşündüyünüzü yenə fərz eləyirəm. Qaraların C5 xanasındakı topu ilə ağların B5 xanasındakı atını və C2 xanasındakı filini götürə bilərik. O fiqurlar hücum altındadır. Digər fiqurlardan, yəni digər qaraların digər fiqurlarından C8 xanasındakı at heç bir fiqura hücum eləmir. Lakin Y5 xanasındakı top B5 xanasındakı ata C5 xanasındakı topun köməkliyi ilə baxır. Yəni əslinə qalanda Y5 xanasındakı top da B5 xanasındakı ata hücum eləyir. Yəni burada biz ikili hücumu görürük əslində. C5 xanasındakı top da ata hücum eləyir. Lakin həm top C5 xanasındakı top, həm də Y5 xanasındakı top B5-dəki ata hücum eləyir. Ona görə iki fiqurun ata hücumunu biz görürük burada. Qarşısında top olsa belə topu dəstəklədiyinə görə biz bu topun da hücum elədiyini görürük. Növbəti və son nümunəmiz. Burada da gediş ağlarında yenə nəyin hücum altında olduğunu görməyinizi istəyirəm. Yenə düşündüyünüzü fərz eləyirəm. Ağlarla D3 xanasındakı piyada ilə Y4 xanasındakı topu götürə bilərik hal-hazırda və bu o deməkdir ki, Y4 xanasındakı top hücum altındadır. Yenə digər fiqurlardan heç biri fiqur görmür, fiquru vura bilmir hal-hazırda, amma D3 xanasındakı piyadadan başqa. Və biz bu nümunələrdə öyrəndik ki, şahmatda bütün fiqurlar hücum eləyə bilir. Yəni həm vəzir, top, at, fil, piyada və şah. Yəni fiqurun dəyərindən asılı olmayaraq hər bir fiqurun hücum etdiyini öyrənmiş olduq. Bunu da deyək ki, bir oyunu qazana bilməyimiz üçün mütləqdir ki, rəqibə hücum eləyək. Yəni siz oyunu qazanmaq istəyirsinizsə, hücum etmədən bunu edə bilməzsiniz. Siz hücum etməsəz, rəqib sizə hücum eləyəcək. Hücum edilmədən, rəqibə hücum etmədən oyun qazana bilməzsiniz. Ona görə mütləq riskə girmək və rəqibə hücum etmək kimi planlar qurmaq lazımdır. Gələcək mövzularda biz buna baxacağıq. İndi isə bu dəfə biraz geridən gedəcəyik və doğru yerdən hücum etməyi öyrənəcəyik. Biz keçən dərslərimizdə hansı fiquru görə bildiyini, vura bildiyini, necə hərəkət etdiyini öyrənmişdik.
Və buna əsasən bu mövzumuzda düzgün hücum etmə qaydasını öyrənəcəyik. Təbii ki, hücum eləyərkən hara hücum eləyəcəyimizi öncədən seçməliyik. Seçdiyimiz xana ola bilər və ya fiqur ola bilər. Buna əsasən hücumumuzu biz öncədən təyin edirik. Yəni hara gəldi hücum etmirik. Ən böyük səhvlərdən biri bu olur həmişə yeni başlayanlarda. Və burada ağların sırasıdır. Ağların yeşik xanasında bir filinin olduğunu görürük və bu fillə hara hücum eləyəcəyi əsas sual budur. Qarşımızda qaraların 2 fiquru var. Seyidli xanasında topu var, Y6 xanasında atı var. Fil ağ rəngli fiqurdur. Ağ rəngli xanalarda hərəkət eləyə bilən fiqurdur daha doğrusu. Və buna əsasən biz filimizi ağ rəngli xanada dayanan fiqura hücum etməliyik. Təbii ki, bu söhbət Y6 xanasındakı atdan gedir. İndi bunu gerçəkləşdirək. Y2 xanasındakı fili hara götürsəm, Y6 xanasındakı ata hücum eləyərəm. Bu sualı yenə sizə verirəm. Videonu dayandırıb düşünüb cavabınızı dəftərə və ya bir yerə qeyd edə bilərsiniz. Qeyd etdiyinizi düşünürəm və gəlin cavabı səsləndirək. Bu vəziyyətdə Y6 xanasındakı ata 2 mümkün hücum yolu var idi, lakin biri səhv idi. İkisini də göstərəcəm. J4 xanasından hücum etmək mümkündür və S4 xanasından hücum etmək mümkündür. Bu ikisindən birini dedizsə, hücum etmə anlayışını anlamışsınızdır, amma burada kiçik bir qeydi unutmayaq. Haradan hücum etdiyimizə fikir verməliyik. Ən əsası da hücum edərkən rəqib nə oynayar sualına da cavab verməliyik. Təbii ki, atını qoruya bilər, müdafiə anlayışına baxacağıq. Lakin öncəliklə biz hücum edərkən gəldiyimiz xanaya 2 dəfə baxmalıyıq ən azı. S4 xanasından fili gətirsək və ata hücum etməyə çalışsaq, rəqibin seyidli xanasındakı topu bizim filimizi götürə bilər. Yəni ata hücum eləmişdik, amma başqa bir fiqur bizim filimizi götürmüş olur. Belə olan halda biz məcbur oluruq J4 xanasından ata hücum eləyək. Yəni hücum eləyərkən rəqibin sizi götürə bilərmi gəldiyiniz xanadan, ona baxmaq lazımdır. Bu mütləq şərti qaydadır təbii ki. Yoxsa hardan gəldi hücum etməyimiz yanlış olacaq. Keçək növbəti nümunəyə. Bu dəfə yenə ağlarlandı sıra və ağların atı ilə hara gəlsək rəqibin fiquruna hücum eləyərik. Bunu biraz düşünün və gedişi səsləndirin. Gedişi dediyinizi fərz edirəm. Yenə 2 mümkün yol var idi, lakin biri yanlış idi. S5 xanasını birinci işarələyəcəm, səhv olanını təbii ki. Filə hücum eləyirik, bəli, rəqibin filinə hücum eləyirik, lakin rəqibin qara rəngli fili bizim atımızı ala bilir, vura bilir. Bu əslinə qalanda müdafiə anlayışına gəlib çıxır. Yəni müdafiə anlayışının qaydasına gəlib girir, amma burada önəmli olan düzgün yerdən hücum etməyi bacara bilməkdir. S5 xanasından gerçəkləşdirdiyimiz hücum yanlış olur. Bəs hardan etməliyik? Təbii ki, F6 xanasından etməliyik. F6 xanasına gəldiyimizdə rəqibin filinə hücum eləyirik. Və yenə deyirəm, hücum eləyərkən hara hücum eləyəcəyinizi öncədən belirləməlisiniz və qeyd edək ki, rəqibin fili hal-hazırda heç bir fiqur tərəfindən qorunmur və bu da ona hücum etmə şansımızın, hücum etmə ehtimalımızın artmasına gətirib çıxardır və belə olanda təbii ki, rəqibə hücum etməyimiz
tamamilə normaldır. Amma yenə deyirəm, doğru yerdən hücum etmək şərtdir. Növbəti nümunəmiz gediş sırası bu dəfə qaralarlandır. Diqqətli olun və gedişi bir yerə qeyd eləyin. Fərz edirəm ki, artıq gedişinizi yazdınız. Gedişi səsləndirirəm. Gediş qaralarla idi. İki fiqur var ağların. S2 xanasında topu var və Y1 xanasında fili var. Lakin bu iki fiqur da qorunmur. Amma hansı fiqura hücum edəcəyimiz önəmlidir. Topa hücum etməyimiz hal-hazırda məntiqsizdir. Çünki təbii ki, mən topa hücum etsəm, rəqib də top olduğu üçün məni ala biləcək. Ona görə topa hücum edə bilmərik. Filə hücum etməyimiz mümkündür. 2 doğru cavab var idi. Biri top Y5 idi, digəri isə top D1 idi. 2 mümkün cavab da bu vəziyyətdə işimizə yarayır. Top D1 gedişi və ya top Y5 fərqi yoxdur. Filə hücum etməyimizin bu vəziyyətdə, yəni dəyişən bir şey yoxdur. Doğru cavab dediyim kimi bu formada olmalı idi. Keçək növbəti nümunəmizə. Bu dəfə gediş qaralarındır yenə və qaraların vəziri ilə rəqibin 2 dənə fiquru var. Bunlardan birinə hücum etməliyik. Gözləyirəm, cavabınızı səsləndirin. Cavabınızı dediyinizi yenə fərz edirəm və cavabı göstərirəm. D5 xanasındakı vəzirlə rəqibin F2 və ya J4 xanasındakı fiqurlarına hücum etməliyik, amma hansına? Təbii ki, vəzirə hücum etməyimiz düzgün deyil, çünki vəzirlə yenə eyni şəkildə vəzirə hücum etsəm, məni vura bilər, bu yanlış olar. Lakin F2 xanasındakı fil qorunmur və o filə hücum etmək mümkündür. Hücum eləyə biləcəyim yerlərin sayı bu dəfə çoxdur. Hardan eləyə bilərik? Məsəl üçün D2 xanasından, A2 xanasından və F7 xanasından rəqibin filinə hücum eləyə bilərik. Bəli, 3 yer var idi. Bu 3 cavabdan birini gördünüzsə kifayət eləyir. Əgər üçünü də görə bildinizsə, bu təbii ki, müsbət bir haldır. Çünki şahmatçı hücum seçimlərinin nə qədər çox görə bilirsə, bu onun üçün müsbətdir. Rəqibə qarşı yəni taxtanı daha yaxşı görmə qabiliyyətidir əslində qalanda bu. Ona görə bacardığınız qədər başınızı işlətməyə çalışın bu açıdan ki, üstün qala biləsiniz vəziyyətdə ən azından bu texnika ilə. Təbii ki, hücum fürsətlərinin hər birini dəyərləndirmək də lazımdır. Hardan, hansı xanadan edəcəyimiz hücum da bir o qədər vacibdir. Növbəti nümunəmizə keçək. Bu nümunəmizdə isə ağların Y3 xanasındakı şahı ilə doğru yerdən hücum etməliyik. Gedişi yenə sizin deməyinizi istəyirəm. Fərz edirəm ki, videonu dayandırdınız və gedişi dediniz. Y3 xanasındakı şah ilə biz ya filə, ya da ata hücum etməliyik. Burada fərqi yoxdur. İkisi də 3 xallı fiqurdur və ikisinə də hücum etmək mümkündür. Lakin düzgün yerdən. Y3 xanasındakı şah ilə F4 xanasına gəlsək, rəqibin filini hücum altına salmış olacağıq. O filini istəyəcəyik və bu yenə hücum sayılır. Digər tərəfdən şahımızla D2 xanasına gələ bilsəydik və ya D4 xanasına gələ bilsəydik, yenə rəqibin atını istəmiş olacaqdıq bu dəfə və 3 mümkün hücum etmə yolumuz var rəqibə. Rəqibin filinə diqqət eləyin. D3 xanasına gəlməyimizi icazə vermir. Eyni zamanda atı da və fili də E4 xanasına gəlməyimizi icazə vermir ki, rəqibin filinə hücum eləyək. 3 mümkün hücum etmə halı var idi bu vəziyyətdə. Son nümunəmizə keçək. Və bu son nümunəmizdə isə biz piyada ilə düzgün hücumu seçməliyik, tapmalıyıq.
Və son nümunəmiz üçün yenə sizin fikirləşməyinizi istəyirəm. Gediş sırası ağlarındır. Düşündüyünüzü fərz eləyirəm və gedişi göstərirəm. Təbii ki, burada 2 fiqurumuz var. D2 xanasındakı piyadamız, B8 xanasındakı atımız. Atla hücum etməyimiz mümkün deyil. Yəni siz götürüb atla E7-yə və ya atla C6 xanasına gəlsəz və rəqibin atına hücum etsəz, bu çox absurd səslənir. Çünki atla ata hücum etməyimiz bizim atımız qorunursa əgər edilməlidir, amma bu vəziyyətdə biz atımızı havayı vermiş olarıq. Çünki rəqibin də atı bizim atımızı vura bilər, elə olan halda. Lakin D2 xanasındakı piyada ilə biz hücum eləyə bilərik. Piyadanı başlanğıc xanasından 2 addım irəli sürsək, rəqibin Y5 xanasındakı atına hücum etmiş olacağıq. Yəni cavabımız D2 piyadasını 2 xana irəli sürməkdir. Və bu formada biz hücum anlayışını tamamilə öyrənmiş olduq. Şahmatda fərqli hücum metodları var. Təbii ki, taktiki hücumlar da var, strateji hücumlar var. Bu anlayışları növbəti dərslərimizdə öyrənəcəyik. Çünki hər biri çox geniş mövzudur. Bir dərsə hər birini çatdıra bilmərik. Növbəti öyrənəcəyimiz termin, qayda müdafiə olacaq və şahmatda 4 formada müdafiə etmə yolu var. 4 sadə müdafiə yolu var. Bunların hər birinə sırayla baxacağıq. İlk müdafiə yolumuz təbii ki, qaçaraq müdafiə olacaq. Deməli, ilk nümunəmizlə başlayaq. Gediş sırası qaralarındır. Y2 xanasındakı vəzirin Y6 xanasındakı fili istədiyini görürük. Öncəliklə müdafiənin nə olduğunu izah edeyim. Müdafiə şahmatda verilən hücuma doğru cavabdır. Yəni rəqib sizə hücum edir və siz o hücuma qarşı doğru gedişi tapa bilsəz, doğru bir üsul tapsaz, biz əslində qalanda ona müdafiə deyəcəyik və məntiqli olan təbii ki, seçmək lazımdır. Deməli, Y2 xanasındakı vəzirin Y6 xanasındakı fil istədiyini görürük. İlk üsulumuz təbii ki, qaçaraq müdafiə idi. Y6 xanasındakı filimi elə yerə qaçmalıyam ki, rəqibin vəziri məni vura bilməsin. Burada D5, F5, sonra D7, C8, F7, J8, H3, B3 xanalarına qaçaraq filmi xilas edə bilərəm. C4, A2 və J4 xanalarına gəlmək isə fili itirməyimə səbəb ola bilər. Çünki o xanaları vəzir müdafiə edir. Mən gələcəyim yeri gördüyünüz kimi öncəliklə işarələdim. Hara gələcəyimi aşkarlamaq üçün bu daha dəqiq olur belə olan halda. Filimizlə misal üçün D5 xanasına gəlməyimiz kifayət eləyir ki, bu vəziyyəti uduzmayaq. Növbəti nümunəmizdə isə taxtanın küncünə yaxın olan bir atı görürük və gediş sırası qaralarındır. Vəzirin hücumuna diqqət eləyin, atı istəyir, lakin atı elə yerə qaçmalıyam ki, vəzir məni vura bilməsin. Atımızla gələ biləcəyimiz 4 mümkün yer var. Fiqurların dəyərlərini izah eləyəndə də qeyd eləmişdim ki, bir fiqur elə vəziyyətdə ola bilər ki, gediş sayı az olar. Gediş sayı azdırsa o fiqurun dəyəri azalır. Ona görə fiqurlarınızı mərkəzə yaxın, hətta mərkəzdə yerləşdirməyə çalışmağınız fiqurun dəyərini maksimuma çatdırır. Belə olan halda çalışın fiqurlarınızı taxtanın küncünə yaxın saxlamayın. Taxtanın küncündə olan fiqurun dəyəri az olur. Məsəl üçün, söhbət burada J7 xanasındakı atdan gedir. Vəzir demək olar ki, atı sıxışdırıb, amma qaraların burada tək doğru çıxış yolu var. Videonu dayandırıb düşünə bilərsiniz.
və fərz edirəm ki, bunu etdiniz. C7 xanasındakı atımızla biz H5-ə, F5-ə, Y5-ə, Y6-ya gələ bilmərik. Çünki o xanaları vəzir müdafiə eləyir, vəzir qoruyur. Atımla Y8 xanasına gələrək özümü xilas eləyə bilərəm və belə olan halda vəzir məni vura bilməyəcək. Keçək növbəti müdafiə anlayışına. İlk müdafiəmiz qaçaraq müdafiə idi. İkinci müdafiəmiz isə qoruyaraq müdafiə olacaq. Biz müdafiə eləyərkən bu dediyim anlayışlardan məcbur deyilik ki, ancaq qaçaraq müdafiə eləyək ya da məcbur deyilik ki, ancaq qoruyaraq müdafiə eləyək. Hər bir müdafiə anlayışının özünə xas doğru qaydası var və oyun vaxtı siz özünüz onu düzgün olanını tapmağa çalışmalısınız. Hansının düzgün olduğunu, hansı gedişi eləyəcəyinizə özünüz qərar verməlisiniz. Və sual yarana bilər ki, bəs bunu necə eləyəcəyik? Necə qərar verməliyik? Təbii ki, siz oynadıqdan sonra rəqib nə oynayar kimi suallara cavab tapmaq lazımdır. İndi H5 xanasındakı vəzirin ata hücum elədiyini görürük. Atı qaçaraq da qoruya bilərəm, amma istəsəm atı topla da qoruya bilərəm. Məsəl üçün top F7 və ya top J7 xanasına gəlsəm, mən atı müdafiə eləmiş olacam. Əgər vəzir atı vursa, topla vuracam. Dəyərlərimizi xatırlayırıq. Vəzirin 9, atınsa üst xalı var. Belə olan halda atı mən vurmamalıyam. Yəni təbii ki, at müdafiə olunur deyə vurmamalıyam. Növbəti müdafiə üsuluna keçirik. Növbəti üsulumuz çox sadədir. Vuraraq müdafiə. Rəqib sizə hücum eləyib. Bu etdiyi hücumun necə hücum olduğunun bir önəmi yoxdur ki, bu vəziyyətdə fərz eləyək ki, ağlar topunu D2 xanasına gəlib və rəqibin topuna hücum eləyir. Lakin burada kiçik bir fərqlilik var. Diqqətlə baxırıqsa, rəqibin D2 xanasındakı topu müdafiəsizdir. Heç bir fiqur tərəfindən qorunmur. Təbii ki, taxtda fiqur yoxdur. Amma dəyişən bir şey yoxdur. O fiqur qorunmur və bu hücum doğru hücum sayılmır. Biz topla götürüb o topu vura bilərik. Və bu formada əslinə qalanda qaralar yəni öz topunu qorumuş oldu, rəqibin fiqurunu vuraraq. Bu nümunə əslinə qalanda bir əvvəlki hücuma aid keçdiyimiz, hücum etmə yollarını keçdiyimiz zaman göstərmişdim bir neçə dəfə vuraraq müdafiəni. Bu vəziyyətdə də ağlar topunu düzgün xanaya gəlmədi deyə qaralar topu vuraraq öz topunu müdafiə eləyə bilir. Təbii ki, qaçaraq da müdafiə eləmək olardı. Lakin bu vəziyyət üçün vurmağımız daha yaxşıdır. Çünki fiqur qazanmaq oyunu qazanmağa yaxınlaşdıran bir gediş olur ki, burada vurmağımız səhv deyil. Və bir növbəti müdafiə üsulumuz və son müdafiə üsulumuz araya fiqur qoyaraq müdafiə. Yəni, gediş sırası qaralarındır. Topla vəzirə hücum edirəm. Öncəliklə bunu görməyi bacarmaq lazımdır. Nəyin hara hücum elədiyinə baxmaq lazımdır. Topla vəzirə hücum eləyirəm və bu vəziri qorumaq lazımdır. Vəziri qorumağınsa düzgün bir yolu var. O da Y5 xanasındakı filimi, daha doğrusu bir yolu yoxdur, bir neçə yolu var. Lakin araya fiqur qoyaraq da müdafiə etməyin mümkün olduğunu göstərmək üçün burada Y5 filini mən S7 xanasına gətirsəm, topun vəziri görməsinin qabağını kəsəcəm. Yəni bu formada gətirsəm əgər top vəziri görməyəcək. Bu da bizim növbəti müdafiə üsulumuz olur. Araya fiqur qoyaraq müdafiə. Təbii ki, vəziri qaçaraq da müdafiə edə bilərəm. Vəzirlə topu vurmağımızsa səhv olar, çünki rəqib piyada ilə bizi vurar. Yəni bizim üçün zərərli bir
daş dəyişdirmə olar. Bir fərqli müdafiə üsullarından danışmaq istəyirəm. Baxın, bu vəziyyətdə gediş sırası, qaralarındır, daha doğrusu ağlarındır və ağların, hal-hazırda nəyi hücum altındadır, onu tapmağınızı istəyirəm. Fərz edirəm ki, yenə tapdınız. Ağların J2 xanasındakı atı hücum altındadır və vəzir tərəfindən istənilir. Mən bu atı qaçaraq qoruya bilərəm. Təbii ki, bu mümkündür. Lakin bu atı qorumağın bir başqa yolu da var. Baxın, A2 xanasındakı top J2 xanasındakı atı piyada üzündən görmür. Mən bu piyada ilə bir addım irəli getsəm, 2 addım getməyəcəm, vəzirin vurduğu yerə gəlmək istəmirəm. Bir addım irəli getsəm, biz topla atı qorumuş oluruq əslinə qalanda. Və biz əslinə qalanda burada öyrənmiş olduq ki, bir fiqurun önündə fiqurun dayanması o demək deyil ki, o fiqur arxadakı fiquru görmür. Təbii ki, bu potensial müdafiə deməkdir və biz piyadanı irəli sürərək öz atımızı müdafiə etməyi bacarırıq. Bu fərqli yollardan biri idi. Bir başqa fərqli yol isə təbii ki, şahmatda daş dəyişdirmənin məcbur olmadığı ilə əlaqədardır. Məcbur deyilsiniz ki, fiqur vurasınız. Bu vəziyyətdə gediş ağlarındır. Məcbur deyilsiniz ki, topla topu vurasınız. Təbii ki, qaçaraq qorumaq olar və ya biraz daha fərqli, piyadanın E3 xanasını qoruduğunu görürük. Ağlar top E3 oynayaraq öz topu ilə irəli getmiş olur və qaraların topla topu vurmasını istəyir əslində. Və onsuz da piyada qoruyacaq. Yəni, top E3 bu vəziyyətdə eləyə biləcəyimiz növbəti doğru gediş sayılır. Yəni, şərt deyil ki, hər zaman daş dəyişdirmə gedişi eləyəsiniz ya da hər zaman rəqibin fiqurunu vuraraq özünüzü müdafiə eləyəsiniz. Və indiki nümunədə isə biz az öncə danışdığımız o 4 müdafiə üsulunun 4-ünü də görəcəyik. Bunlar hansılar idi? Sırayla deyək. Birincisi qaçaraq müdafiə idi. İkincisi qoruyaraq müdafiə idi. Üçüncüsü vuraraq müdafiə idi. Dördüncüsü də araya fiqur qoyaraq müdafiə idi. Və bu vəziyyətdə gediş qaralarındır. Öncəliklə mən istəsəm qaçaraq müdafiə eləyə bilərəm özümü. Hər hansı bir xanaya topun hərəkətini biz öyrənmişdik. Mən istəsəm araya fiqur qoyaraq və ya ora hələ keçməyək, qoruyaraq da müdafiə eləyə bilərəm. Məsəl üçün, şahımı F7 xanasına gəlsəm, bunu qorumuş olaram. Və ya filimi F6 xanasına gəlsəm, topumu qorumuş olaram. Vuraraq müdafiəni öyrənmişdik. Topla topu vura da bilərəm. Rəqib atla vuracaq. Və bu da yenə düzgün müdafiə üsulu olacaq. Toplar eyni xallı fiqurları dəyişmiş olduq. Sonuncu müdafiə üsulumuz da araya fiqur qoyaraq müdafiə idi. Filin bu xananı gördüyünü düşünsək və topu da qorumağı bu formada bacara bilərik deməkdir bu. Fil E5. Fərqli yollardansa, məsəl üçün topun E5 xanasına gələrək, yəni vurmaq istəmirsinizsə, topu E5-ə gəlib, yenə öz toplarınızı qorumuş olursunuz əslinə qalanda. Yəni dəyişmirsiniz, rəqibə deyirsiniz ki, vur. Mən əslində fillə topunu qorumuş oldum və rəqib vursa, fillə geri vuracağıq və bu formada qaralar öz topunu əslinə qalanda yenə müdafiə etməyi bacarmış olur. Bu vəziyyətdə olduğu kimi. Və bu formada biz müdafiənin bütün əsas vacib anlayışlarını öyrənmiş olduq. Təbii ki, fərqli nümunələr də var. Bunu işlədikcə daha da yaxşılaşdırmaq olar. Keçirik fiqur dəyişmək qaydasına. Fiqur dəyişərkən 3 forma olur. Ya qazanclı çıxırsınız, ya bərabərə, ya da zərərli çıxırsınız. Deməli, öncəliklə sırayla başlayaq.
bərabərə daş dəyişdirmə. Gediş sırası ağlarındır. Yox, gediş sırası qaralarındır. Qaralarla bu vəziyyətdə topla məsəl üçün topu vursam 5 xallıq fiqur qazanmış oldum. 5 xallıq fiqur qazanmış oldum, top qazandım. Rəqib də növbəti sıra gediş rəqibdədir. Topla topu vursa, o da 5 xallıq fiqur qazanmış oldu. Yəni ikimiz də 5 xallıq fiqur qazanmış olduq, dəyərlər bərabər oldu və bu daş dəyişdirməyə bərabər daş dəyişdirmə deyəcəyik. Başqa bir nümunəyə baxaq. Gediş sırası ağlarındır. Vəzirlə vəziri görürük, E5 xanasındakı vəziri görürük və ağlar deyək ki, vəzirlə vəziri vurdu. Sıra qaralara keçdi. Biz ağlar olaraq 9 xal qazandıq. Qaralar da vəziri vuraraq yenə 9 xalı geri qazanmış oldu. Yəni nə olmuş oldu? Bərabər daş dəyişdirmiş olduq yenə. Ağların əldə etdiyi şey vəzirləri taxtadan qovmaq və qaranın topunu E5 xanasına gətirmək oldu. Zərərli daş dəyişdirməyə aid nümunəyə baxaq ki, təbii ki, biz oynayarkən zərərli daş dəyişdirmə etməməliyik. Bu bizim üçün zərərli olur, amma bəzən istisna vəziyyətlər yaranır ki, zərərli daş dəyişdirmə edirik. D2 xanasındakı topla D5 xanasındakı atı vursaq, 3 xallıq bir fiqur qazanmış oluruq. Sıra keçir ağlara, qaralara. Qaralar da piyada ilə topu vurur və 5 xallıq fiqur qazanmış olur. Nə olmuş oldu? 5 xal qazandı, 3 xal itirdi. Amma belə olan halda da mən geriyə düşmüş oluram. Zərərli daş dəyişdirmiş oluram. 5 xallıq topumu verdim, 3 xallıq at qazandım. Təbii ki, bizim üçün yaxşı olmadı bu. İkinci nümunə. Filin 3 xal olduğunu xatırlayırıq. Piyada da 1 xaldır. Piyadanı vəzir qoruyur. Olmaz ki, biz bu vəziyyətdə götürüb fillə piyadanı vuraq. Amma deyək ki, oldu. Vurduq. Biz nə etmiş olduq? Zərərli daş dəyişdirdik. Zərərli daş dəyişdirməkdən qaçınmaq lazımdır. Rəqib vəzirlə fili vurur. İtirən tərəf biz oluruq. Bəs qazanclı daş dəyişdirmə nədir? Qazanclı daş dəyişdirmə təbii ki, qazandığımız fiqurun dəyərinin daha çox olduğu, itirdiyimiz fiqurun dəyərinin az olduğu bir daş dəyişdirmədir. Bu vəziyyətdə gediş ağlarındır. Ağlar S4 xanasındakı piyada ilə vəziri vurur. 9 xal gücündə fiqur qazanır. Rəqib isə piyadanı vuraraq 1 xal gücündə fiqur qazanır. Nəticə olaraq biz qazanclı çıxdıq bu daş dəyişdirmədən. Digər nümunəmizdə isə qaralarla bu dəfə piyada ilə topu vuraq. 5 xallıq fiqur qazandı qaralar. Ağlar da geri vuracaq indi piyadanı. 1 xallıq fiqur ağlar qazandı. 4 xal qaralar bu vəziyyətdə 4 xallıq qazanc əldə etmiş oldu və yenə ona görə bu qazanclı daş dəyişdirmə olur. Son nümunəmizdə isə gediş sırası ağlarındır. Bunu sizin tapmağınızı istəyirəm. Fərz edirəm ki, tapdınız və Y5 xanasındakı piyadamızla rəqibin atını vururuq. 3 xal qazandıq. Rəqib də piyada ilə geri vurur. 1 xal geri qazandı və bu vəziyyəti biz artıq uduruq. Çünki bizim atımız var əlavə və məqsədimiz piyadaları qazanmaq. Şahı da aktiv istifadə edib piyadanı vəzirə çıxartmağa çalışmaq olacaq. Düzdür, bu terminləri hələ ki bilmirsiniz. Bu qaydalar gələcəkdə öyrənəcəyimiz mövzulara aid olacaq. Amma biz bu dərsdə bu günləri 3 əsas mövzunu öyrənmiş olduq. Birincisi fiqurların gücü. Hansı fiqurlar hansı dəyərdədir? Çox önəmli mövzudur bu. Hücum və müdafiə anlayışını öyrəndik. Necə hücum eləyə bilərik? Necə özümüzü qoruya bilərik? Və ən əsası da daş dəyişdirməni öyrəndik ki, 3 cürə daş dəyişdirmə var idi. Bərabərə, qazanclı və zərərli daş dəyişdirmə. Bizim üçün daş dəyişdirərkən məntiqli formada düşünərək ki, daş dəyişdirməyimiz təbii ki, doğrudur. Tələsmədən doğru qərar verməyimiz şərtdir.
Baxın, bu formada biz mövzumuzu burada yekunlaşdıraq. Növbəti dərs görüşərik. Növbəti dərsimiz daha maraqlı olacaq. Sağ olun.